Deyir ki, bacımın qızı evimizdə pasport qeydiyyatına düşüb. Deməli, lakin müəyyən vaxtdan sonra Türkiyəyə köçüb. Onun pasport qeydiyyatından necə çıxardım? Özünün razılığı olmasına baxmayaraq Bakıya gəlmə imkanı yoxdur. Məsləhət istəyir dinləyicimiz bizdən. Deməli, pasport qeydiyyatına düşüb və onu oradan çıxartmaq mümkündürmü? Bu yaxınlarda oxşar bir halla bir vətəndaş müraciət eləmişdi. Bildirim ki, Türkiyədə olan xanım özü könüllü olaraq, yəni sadə bir rahat yolu budur. Oradan ərizə ilə müraciət edir ki, yəni mən həmin evdən pasport qeydiyyatından çıxmaqla razıyam, heç bir etirazım yoxdur və s. Həmin sənəd əsasında artıq göndərilir Azərbaycana, bizim ölkəyə və xanım həmin ərizə əsasında, ərizəni əsas gətirərək polis orqanına müraciət edir və polis orqanından imtina aldıqdan sonra inzibati məhkəməyə müraciət etməlidir və inzibati məhkəmədə də iddia ərizəsində göstərməlidir ki, yəni bacım qızı, yəni mənzildən pasport qeydiyyatından çıxmağa könüllü olaraq razılıq verib, amma təəssüflər olsun ki, polis orqanı bunu imtina edib, icra eləyə bilməyib, o səbəbdən məhkəmə qərarının qəbul olmasına, yəni orada da bir problem mən görmürəm.